Salam mənim əzizlərim. Bugün sizə həftəlik açılımla qarşınızdayım. Qoç bürcünü üzümüzə gələn həftə nələr gözləyir? Görək. Deməli, ilk kartımız deyir ki, çox sərt emosiyalar, emosional dalğalanmalar keçirirsiniz. Gah sevirsiniz, gah nifrət edirsiniz, qarışıq hisslər yaşayırsınız. Ailə üzvlərinizdən kiminsə bir istəyi, bir arzusu, bir niyyəti varsa, onlar yəni ki, reallaşır. Bu həm də sizi sevindirir. Başımıza gələn hadisələr pis demək deyil. Nəsə dəyişiklik gəlir həyatımızda. O anlama gəlir. Risk almamaq lazımdır. Ehtiyatlı olmaq lazımdır. Ehtiyatlı olmaq lazımdır. Bir kişi tərəfindən. Çox özünüzü yorğun hiss edirsiniz. Yəni ki, elə bil hər şeydə yollarınız bağlanmış, heç nəyin alınmamağı kimi bir hiss yaşayırsınız. Niyyət tutun, qarşınızdakı kişi sizin haqqınızda nə fikirləşir? Sevgi kartı. Qarşınızdakı kişi sizin haqqınızda nə fikirləşir? Qarşınızdakı olgun bir kişidir. Düşünür ki, siz düşünərək hərəkət etməlisiniz. Gəlin bir kart da əlavə götürək. Nəsə sonlandırmaq, bitirmək istəyirsiniz. Həyatınızda fikirləşirsiniz ki, bəzi insanları çıxarmalıyam. Getməsi lazım olan insanlar var. Bəzi insanlar getməlidir. Sanki kimlərinsə varlığı sizə çöküntü yaşadır. Özünüzü yəni, emosional olaraq çox yüklənmiş hiss edirsiniz. Ona görə getmək, münasibəti bitirmək kimi ağlınızda fikirlər var.